Birini Peyğəmbərin yanında təriflədilər. Adamlar gəlib danışırdı, filan yerdə filan kəs var, abid adamdır, zahid adamdır, mömin adamdır, belə namaz qılır, belə oruç tutur, belə ibadət eləyir. Peyğəmbər baxır, Mədinədə yaşayır o adam. Peyğəmbərin qısa cavabına baxın, deyir ki, mən tanımıram onu. Mən tanımıramın içində hər şey var. Yəni o necə yaxşı bəndədir ki, Peyğəmbərəm, mən onu tanımıram. Ola bilər fiziki təması olmasını, amma bütün yaxşı, salih bəndələri Peyğəmbər tanıyır. Peyğəmbər buyurur, tanımıram, yenə əl çəkmirlər. Yenə deyir, o bilirsiniz necə belədir, filandır, 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 deyir, bir dəfə göstərərsiniz mən onu. Hansısa gün məscidə bu daxil olur, deyirlər, ya Rasulallah, bunu deyirdik. Bu namaz qılan, ibadət eləyən, zikir, dili zikirlə tərpənən, belə, filan, filan. Peyğəmbər baxır ona, deyir, sən and verirəm Allaha, düzünü de. Sən ürəyində belə bir his var ki, mən hamıdan üstünəm, bir bəli var. Deyir, buyurun, təriflədiyiniz adam. Sonra birisi nə olur, sonra gedir, xəvaricdən olur, əleyhissalamdan vuruşur. Bu dilindən zikir düşməyən adam. İbadət bu halı yaradırsa adama, şeytanın ibadətidir. Və bu şeytanın ibadətinin nəyin nəticəsidir? Allahın rəhmətini hiss etmədən edilən ibadət. Rəhməti başa düşmədən edilən ibadət, elə olur ki, mən böyük iş görürəm. Mən böyük iş görürəm, Allaha səcdə edirəm. Nə zaman olur ki, sən kiçik iş görürsən? Onda ki, görürsən ki, sevgi çox şiddətlidir, sən qarşılıq vermək gücündə deyilsən. Sevgi hiss eləmədən ibadət edən adam daha da məğrur olur, daha çox yoldan azır.